Hoş gördük değerli dostlar. Kasıbların dostu daha yeni gelip Kırdalanda hündür bir ərazidə obyekti olan 3 otaqlı həyət evimizi çəkib təqdim edirik. Bax görürsən həyətin üstü də qəşəng bu naveslə yığılıb. Geniş həyəti də var. Ev yaşayışlı evdir. Su çəninə qədər hər bir şey vardı. Burada da yarım tikili bir yeri var. Gel qardaş bura gəl. Ha belə bir yeri. Gələcəkdə buranı mətbəx kimi də, otaq kimi də nəysə istifadə tikib bunu istifadə edə bilərsiniz. Çardağı da ki, maşallah evin üstündə çardağına bax, navesinə. Gəl keçək evin içərisində. Geniş koridorudur. Hol kimidir. Hol kimidir. Ha, buradan giririk içəri. Bax burada ayaq yolusudur. Bax geniş ayaq. Şəxsi özü üçün tikilmiş bir evdir. Bura mətbəx hissəsidir. Bura mətbəx hissəsidir. Gəl bura qardaş. Bura bir böyük yataq otağıdır. Doğrudan bu yataq otağı hansıdır? Bu deyəsən zaldır mən elə bilirəm. Səhv eləmirəm. Bu zala oxşayır elə. Bunu zal götürək. Bu böyük bir zaldır. Bura böyük bir zaldır. Burada böyük bir otaqdır, yataq otağı. Obyekt də deməli yataq otağından bax bu hissədən obyekti var. Bunu əvvəl dükan işlədiblər. Hal-hazırda indi bağlayıblar. Yəni kim alarsa burada dükan kimi də qabağını açıb eləyib şüşəli zatdır. Buranı dükan da eləyə bilər. Və yaxud da bir otaq da eləmək olar. Qiymət. Qiymətə bax. Burada iki cür qiymət var. Ev tam əşyalı satılır. Son qiymət əşyalı son. Sonun deyirəm. 60.000 manat. Yəni 59.000 manatla gəlib demir ki bu əşyalıdır. 60.000 manat. Əşyasız isə 57.000 manata. Cüzi endirim olunacaq. Əşyasız verilsə çox cüzi. Yəni bizlə əlaqə saxlayın bu ev haqqında. Bu evin də yerləşməyi Xırdalanın ən hündür yerində 2 marşrut var. 119-dan 515 nömrəli marşrut düz evin yaxınlığında dayanır. Buradan da gəl bura qardaş. Bir dənə də otağımız qalıb axı. Biz 2 otağı çəkdik. Burada detski də varmış. Bir dənə də detskini çək. Bu da oldu 3 otaq. Əlası. Çox gözəl. Kanalımıza abunə olun, videonu bəyənin. Səhifədə nömrəmiz olacaq. Bu ev barədə kimin nə sualı varsa bizlə əlaqə saxlasın. Dayıyla əlaqə saxlasın. Gəlsin dayı ona qəşəng evlər versin. Sağ olun, minnətdarım. Məndən bu qədər.